Gedək görək, bu kanalizasiya suyu Ceyranbatan su anbarının mühafizə xətti zonasına daxil olur, yoxsa yox? Bu da gedə biləcəyimiz son hissə. Ataların yaxşı bir deyimi var, deyir, görünən dağa bələdçi lazım deyil. Bu kanalizasiya suyu hazırda yanında dayandığımız Ceyranbatan su anbarının mühafizə xətti zonasına daxil olur. Göründüyü kimi kanalizasiya suları su anbarının mühafizə xəttindən keçərək üzü Ceyranbatan su anbarı istiqamətində axır. Maraqlısı odur ki, çirkab suların yayıldığı gölməçədən suyun birbaşa anbarın mühafizə zonasına axıdılması üçün boru salınıb. Həm də elə bu günlərdə. Halbuki ötən çəkilişdə ərazidə belə bir boruya rast gəlməmişdik. Bunu kim, niyə, hansı məqsədlə edir? Məsələni aydınlaşdırmaq üçün Dövlət Su Ehtiyatları Agentliyi iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq. Məlum oldu ki, onlar nə məsələdən xəbərdardılar, nə də baş verənlərə aydınlıq gətirəcək cavabları var.